Salam. Biz bu gün informatikadan Excel bölməsinin 55-ci sualın həllinə baxacağıq. Gəlin keçid edək suala. Aşağıdakı cədvələ əsasən A4 xanasının qiymətini müəyyən edin. Gəlin görək A4-də nə yazılıb. Deyir ki, count A1 diapazondan aralıqda, müəyyən bir aralıqda B3. İlk öncə bilməliyik ki, yoldaşlar, count nədir? Biz bilirik ki, Excel-də count var, bir də count A var. Count neynəyir? Xana daxilindəki rəqəmləri sayır. Deməli, count neynəyir? Buradan sizin üçün bir əlavə də yazım. Xana daxilindəki yəni verdiyi aralıqda gedir ha söhbət xana daxilindəki. Xana daxilindəki rəqəmləri sayır. Yəni hansı aralıqda veribsə. Onda amma birdən desəydi ki, count A neyniyəcək? Count A yoldaşlar dolu xanaları sayır. Deməli, count A neynir? Dolu xanaları sayır. Count xana daxilindəki rəqəmləri sayır. İndi A1-dən B3-ə qədər gəlin əvvəlcə biz bu aralığı tapaq. Baxın, A1-dən B3-ə deyəndə bizim üçün bu aralıqdır. İndi bunların içərisindən görək neçə dənə rəqəmimiz var? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə rəqəmimiz var. Cavabda nə götürəcək? Cavabda 4 götürəcək. Doğru cavab nə oldu? C variantı. Deməli, biz nə öyrəndik? Count nədir? Count rəqəmləri sayır. Neçə dənə rəqəm varsa da onu sayacaqsınız. Amma sizə burada bir yenə də xatırlatma edim. Bax, əgər burada yoldaşlar 1 yazıb, birdən dırnağın içərisində 1 yazmış olardısa, bu zaman neçə götürəcəydiniz? Bu zaman gedib 5 cavabı götürə bilməzsiniz. Siz bilirsiniz ki, Excel-də dırnağın içində yazılan rəqəmlər bu rəqəm sayılmır. Deməli, nə sayılmır? Rəqəm X qoyuram, rəqəm sayılmır. Deməli, bu mətn hesab olunur. Deməli, mətn hesab olunur. Bunu da diqqətinizdə saxlayın. Çünki bunu çaşdırmaq üçün bəzən verir, dırnaq içində rəqəm olanda siz də bunu rəqəm kimi düşünərək saymayın. Yəni dırnağın içində rəqəm görəndə bu bilin ki, rəqəm yox, mətn hesab olunur.